Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Çınar yayımlarının yarpaq test vəsaitindən izahlarımız davam edir. Mövzumuz test 84-də 10-cu bölmə üzrə qiymətləndirmədir. Yazır ki, xətti diaqramda Nurəddinin həll etdiyi testlərin sayı göstərilmişdir. 1-3-cü sualları cavablandırın. Birinci sual yazır, Nurəddin 5 gün ərzində neçə riyaziyyat testi həll etmişdir? 5 gün ərzində baxırıq ki, 1, 2, 3, 4, 5, bəli. Tamam, Nurəddinin riyaziyyat qırmızı rəngdədir. 260, 260, üstəgəl 200, 460, üstəgəl 300, 760, üstəgəl 200, 960, üstəgəl 170, 1060, 1130. Görək cavab varmı? Şifahi hesabladıq. 1130 C variantı. Həftənin ilk 3 gününə əsasən aşağıdakı müqayisələrdən hansı doğrudur? İlk 3 gününə əsasən ilk 3 günü qırmızı böyükdür. Yəni ki, belə deyək də, riyaziyyat daha çox həll olunub, Azərbaycan dili daha azdır. Burada da yazırıq ki, mavi kiçikdir, qırmızıdan olmalıdır. Mavi kiçik qırmızıdan C variantı. Yazıb ki, Nurəddin cəmi, burada mavi kiçikdir, qırmızıdan istəsə yazı da bilərik də. 200, 460, bu deyəcək 760. Bura baxırıq, 200, 150, 350. Burada da gəlmiş olsa, yox ya burada. 370, o da 520-70 olur. Nurəddin cümə günü cəmi neçə test həll etmişdir? Nurəddin cümə günü cəmi neçə test həll etmişdir? Baxırıq ki, cümə günü cəmi deyirsə, burada 170 dənə riyaziyyatdır. Azərbaycan dili də 300-dür. 470. 470 də B variantında var. Yazır ki, Əli bazardan hər biri 2 kiloqram olmaqla 3 növ meyvə aldı. O, aldığı meyvələrə cəmi 20 manat pul xərclədi. Əli hansı meyvələrdən almışdır? Deməli, hər biri 2 kiloqram olmaqla 3 növ aldı. O aldığı meyvələrə 20 manat vermişdir. Bizə deyir ki, hansılara? Baxıb, gilas, albalı, alça. Hərəsindən 2 kiloqram almış olsa. Gilas 2 kiloqram alsa 7 manat edir. Albalı 2 kiloqram alsa 6 manat. Eləcək 13 manat. Daha sonra da alça alsa, bu da eləcək 5 manat. 13 o da 5, 18. 20 manat pul xərclədi. Xeyr, bu deyil. Albalı alsa 2 kiloqram eləcək 6 manat. Alça alsa 2 kiloqram 11 manat. Daha sonra ərik alsa, bu da eləcək 8 manat. 19 manat edir. Xeyr. Gilas alsa 7 manat. 7-70 olacaq ki, üstündə yazaq ki, yadımızdan çıxmasın. Ərik alsa 8 manat. Yəni 15. Daha sonra da alça alsa, bu da eləyəcək 5 manat. Toplasaq 20 manat edir. Doğru cavab C variantı. 5-ə baxırıq. Yazılı cədvəldə eyni funksiyalara malik müxtəlif markalı kompüterlərin qiymətləri göstərilmişdir. Məlumatı araşdırın və aşağıdakı suallara cavab verin. Ən çox təkrarlanan qiymət. Ən çox təkrarlanan qiymət hansıdır? Deməli, 812 2 dəfə təkrarlanıb. 812. Buraya yazırıq 812. Qiymətlər arasındakı ən böyük fərq. Ən çox olub 889, ən az olub 675. Deməli, 889-dan çıxarıq 675-i. 89-dan 75 çıxsaq 14 və 214. Yazırıq buraya 214. Ən ucuz qiymət 675-dir. 675. Görək ki, bu cavab harda var? Bu cavab harda var? Bizdən bunu soruşur. Yaşılda 214 yazılır. $200 var ki burada. Qiymətlər arasındakı ən böyük var 214. Mavi 214. Tamam, bunları geri dəyişək. Bu oldu mavi 214, yaşıl 675, 812 C variantı. Ardıcıllıq sadəcə pozulmuşdur.
Altıda yazır ki, cədvəldə bir həftə ərzində dükanda satılan bəzi məhsulların qiyməti və məbləği göstərilmişdir. Deməli, qiymət 75, gəlin bu cədvəli düzəldək, 75, ümumi məbləğ qəpiklə 75 qəpik, 28.125 etmiş olur. Bunu bölmüş olmalıyıq ki, miqdarını tapmalıyıq, çünki miqdar bizə lazımdır. Buna görə də 28.125-i bölərik 75-ə. 281-i 75-ə bölmüş olsaq, eləyəcək 3 dəfə. 225 etmiş oldu. Çıxdıq buradan. 81-dən 25 çıxmış olsa, eləyəcək 56. 56. Bura 2-ni də gətirsək, 562-ni 75-ə bölmüş olsaq, bu eləyəcək 7 dəfə. 7 dəfə eləyəcək 525 etmiş oldu. Çıxdıq 62-dən 25-i 37. Bura 5-i də gətirsək 375, bu da 5 dəfə. Elin neçə? 375 cavabını aldıq. Bura yazırıq 375. Xama 28.080 bölünsün 60. Burada 28.080-i yazırıq 28.080-i bölmüş olarıq 65-ə. 280-i 65-ə bölünmüş olacaq 4 dəfə, eləyir 260. Çıxırıq, qalır 28 də gətirir. 208 bölünəcək 3 dəfə, eləyəcək 195. Burada 5, o da 8, 13. Qalır 0 da gətirsə 132 dəfə. Bu oldu 243. 243. Baxın. Səhv yazdım axı. 243 yazdım. 432. 432. 243 yazalım. Sonra 40.480 bölünsün 80. 40.000-i bölsəm eləyəcək 80-ə bölmüş olsam. Bu cür böləkdə 0-ı buradan çıxaq. Buradan da çıxmış olduq. 4.000-i bölsəm eləyəcək 500. 548-də böləndə 506 etmiş olacaq. 506 cavabını aldıq. Daha sonra 22.760-ı burada 0-ı buradan silək. Yuvarlaq ədəd rahatdır. 22-ni bölmüş olsam 4-ə 5 dəfə 2 qalır. 27-ni bölsəm 4-ə 6 dəfə 3 qalır. 36-da 9. Bu da 569. İndi görək nədir? Verilənə görə hansı məhsuldan daha çox satılıb? 569 ən çox çörəkdir, D variantı. Yazır ki, aydan cədvəldə verilənlərə əsasən xətti diaqramı qurub, aydanın qurduğu xətti diaqram hansı variantda göstərilmişdir? Deməli, rayon şəhər ərazisi göstərilmişdir. Gəncə 110. Gəncə 110 olan, Gəncə 110 olan lazımdır bizə. Gəncə 110. Tamam, tapdıq elə C variantında var. Gəncə 110, Göyçay 736, 736 düzdür. Daha sonra gəlir Tərtər 956, 957, Ucardakı 853'dür. Bu da C variantında var. 8-ə yazır ki, bir gündə 24 test həll edən Məryəmin 5 gün ərzində həll etdiyi testlərin sayı cədvəldə qeyd olunmuşdur. Cədvəlin hansı xanasında test sayı düzgün qeyd olunmayıb? Deməli 24 atmalı. 72 24 96 üstədə 24 gələndə eləməlidir 120 elə 5-ci xanada. Bu da B variantının rəngi olaraq işarələnmişdir. Davam edirik. 9 və 10-cu sualları diaqrama görə cavablandırın. Yazır ki, balıqçı Yaşar hansı ayda ən az balıq ovlamışdır? Ən az yanvar ayında. Bu da D variantında var. Aprel və yanvar aylarında nə qədər balıq ovlanmışdır? Aprel və yanvar. İkisi bir yerdə 40. C variantı. Bu qədər. Yekun qiymətləndirmənin izahı ilə qarşınızda olaraq hələlik sağ olun.